ABŞ Federal Ehtiyat Sistemi bu il ikinci dəfə əsas faiz dərəcəsini 25 baza bənd azaldaraq illik 3,75-4% aralığını endirib. Yenavaz.com xəbər verir ki, Fed bu qərarı iqtisadi fəallığın mülayim templə artması və inflyasiyanın yüksəlməsi ilə əlaqələndirib. Fed həmçinin vurğulayıb ki, işsizlik nisbəti bir qədər artsa da avqusta qədər aşağı səviyyədə qalıb. Məlumata görə sentyabrda keçirilən əvvəlki iclasda Fed son 9 ayda ilk dəfə faiz dərəcəsini 4,25-4,5%-dən 4,25% endirib. Bloomberg agentliyi yazır ki, Amerika Birləşmiş Ştatları hökumətinin bağlanması səbəbindən iqtisadi məlumatların dərcinin dayandırılması vəziyyəti daha da qeyri-müəyyən edib. Agentliyin iqtisadçıları hesab edirlər ki, bu şəraitdə Fedin verdiği qərar sonradan peşmanlıq doğura bilər. Onların sözlərinə görə investorlar və biznes rəhbərləri də az məlumatla qərar verməyə məcbur qalırlar. Bununla yanaşı ABŞ prezidenti Donald Trump əvvəllər dəfələrlə Fedi faiz dərəcələrini azaltmağa çağırıb. Avqust ayında o, Federal Ehtiyat Sisteminin Qubernatorlar Şurasının üzvü Liza Cook'un işdən çıxarılmasını elan edib. Cook'a qarşı ipoteka fırıldaqçılığı ilə bağlı təhqiqat başladılıb. ABŞ məhkəməsi hələlik onun özünü müdafiə hüququna malik olduğunu və vəzifəsində qalacağını qərar verib. Ümumilikdə Fedin bu addımı ABŞ iqtisadiyyatı üçün daha yumşaq pul siyasətinə keçidin davamı kimi qiymətləndirilir. Ekspertlər bildirirlər ki, bu addım kreditləşməni və sərmayəni stimullaşdıraraq iqtisadi aktivliyi qısa müddətli dövrdə dəstəkləyə bilər. Lakin eyni zamanda inflyasiya risklərini artırır və iqtisadi yavaşlama qorxusunu gücləndirir. Faizlərin azalması dolların gəlirliyini aşağı saldığı üçün valyuta bazarlarında dolların zəifləməsi gözlənilir. Ümumilikdə bu qərar dünya üzrə maliyyə şərtlərini bir qədər rahatlaşdıracaq. İnkişaf etməkdə olan ölkələrə kapital axınını gücləndirə, amma uzunmüddətli perspektivdə inflyasiya təzyiqlərini artıraraq yeni balans axtarışına səbəb ola bilər.